Hər birinizi artıq coğrafiya imtahanları yaxınlaşır və vaxt çaldıqca hazırlıq da son sürətlə davam edir. Bugün istədim ki, sizinlə bir məsələyə daha diqqət çəkim. Hansı ki, biz bunu əksərən gözdən qaçırırıq, çünki çox imtahanlarda istifadə olunmur. Amma hər bir ehtimal üçün dərslikdə olduğuna görə, 8-ci sinif dərsində olduğuna görə məsələyə istədim ki, bir nəzər yetirək. Söhbət sinoptik xəritə və onun təhlilindən gedir. Biz bilirik ki, sinoptik xəritə hava elementlərinin göstərildiyi bir xəritədir. Burada atmosfer təzyiqi, küləyin istiqaməti, küləyin gücü, yağıntının növü kimi elementlər göstərilir. Eyni zamanda biz bilirik ki, sinoptik xəritə məzmununa görə kompleks xəritələrə aid edilir. Bundan başqa bir də bizə 8-ci sinifdə sinoptik xəritənin gördüyünüz kimi təhlili verilmişdir. Burada baxın, xəritənin legendasında sinoptik xəritəyə aid şərt işarələr verilmişdir. Məsələn, burada bizim gördüyümüz dairəvi xətlər izobarlardır. İzobarlar nə idi? Eyni atmosfer təzyiqinə malik nöqtələri birləşdirən əyri xətlər idi və biz burada izobarlar vasitəsilə atmosfer təzyiqini görmüş oluruq. Məsələn, biz burada görürük ki, məsələn, bu xətt boyunca görürsünüz ki, 750 yazılıb. Yəni, bu xətt boyunca 750 mm civə sütunu atmosfer təzyiqi vardır. Məsələn, tutaq ki, biz hər hansı bir məntəqə üçün atmosfer təzyiqini tapmaq istədikdə, məsələn, tutam ki, Kiyev burada yerləşir. Kiyevdə atmosfer təzyiqini bilmək istədikdə, Kiyevin yerləşdiyi izobara baxırıq. Burada 760 yazılıb. Yəni, Kiyevdə 760 mm civə sütunu, yəni normal atmosfer təzyiqi müşahidə olunur. Daha sonra biz bu sinoptik xəritəyə baxdıqda burada baxın belə bir dairə görürük. Bu dairə bizə nəyi bildirir? Biraz əyri F hərfinə oxşuyur. Birincisi bu belə deyək, başdakı dairə bizə havanın günəşli yoxsa buludlu olmasını göstərir. Baxın, xəritənin legendasında da verilib bu. Baxın burada göstərir bizə ki, baxın, məsələn, buludlu, göy üzünün buludlarla örtülməsi. Oradakı sarı rəng təbii ki, günəşli havadır, qara rəng buludlu havadır. Məsələn, baxın, Rigada gördüyünüz kimi tamamilə qara çəkilib dairə. Deməli, burada buludluq 100%-dir və yaxud da 10 balla desək 10 baldır. Çünki bilirik ki, buludluq ya 10 balla ya da 100%-lə göstərilir. Burada tam buludlu havadır. Amma məsələn, biz burada baxsaq Kiyevə, görərik ki, Kiyevdə dairə tamamilə sarıdır. Bu nə deməkdir? Kiyevdə günəş tamamilə günəşli bir havadır. Yəni buludluq 0 baldır və ya da 0%-dir. Məsələn, Moskvaya baxsaq, görərik ki, Moskvada yarısı qara, yarısı ağdır. Bu nə deməkdir? Bu demək ki, 50% buludluq var və ya da 5 ballıq buludluq var Moskvada. Daha sonra, bəs bu xətlər nəyi bildirir burada? Gəlin buna da baxaq. Bu xətlər küləyin istiqamətini və gücünü bildirir. Legendada da bu qeyd olunub gördüyünüz kimi. Baxın, yazıb ki, küləyin dairəyə doğru istiqamətini bildirir. Yəni, bu, bilirsiniz ki, külək gəldiyi yerlə adlanır da. Məsələn, qərbdən şərqə doğru gedirsə, bu qərb küləyi sayılır, misal üçün. Daha sonra, burada deyək ki, uzun xət, yəni bu başda olan uzun xət 2 bal bildirir. Küləyin gücü bilirsiniz ki, 12 bal üzərindən dəyərləndirilir Beaufort şkalası ilə. Qısa xətt isə 1 balı göstərir. İndi gəlin, məsələn, biz burada nəyə baxaq? Misal üçün, baxırıq Sankt-Peterburqa, tutalım ki. Baxın, Sankt-Peterburqa baxırıq. Dairə yarısı qara, yarısı sarı. Deməli, 50% buludluq var, 5 ballıq. Sonra, mən baxıram ki, buradakı uzun xətt dairəyə doğru belə gəlir. Bu hansı istiqamətdən gəlir? Şimal-şərqdən, düzdür? Deməli, bu külək, buradakı küləyin, hakim küləyin istiqaməti nədir? Şimal-şərq küləyi. Sonra baxıram ki, burada bir uzun və bir qısa xətt var. Uzun xətt 2 bal, qısa xətt 1 bal. Deməli, burada toplayanda 3 ballıq Beaufort şkalası 3 bal gücündə külək əsir. Bəs deyərsiniz ki, buradakı -5 nədir? Buradakı -5 artıq temperaturu göstərir. Yəni, Sankt-Peterburqda -5 dərəcə Selsi temperaturu var və ya da digər şəhərlər üçün də baxa bilər. Məsələn, Nijni Novgorodda görürsünüz 4 dərəcə Selsidir və s. Daha sonra burada nə var? Bax, bu göy və qırmızı xətt görürsünüz. Bu göy xətt bizə soyuq cəbhəni bildirir. Qırmızı xətt isə bizə isti cəbhəni bildirir. Soyuq cəbhə, isti cəbhə haqqında da əlbəttə ki, atmosfer bölməsində məlumat var. Daha sonra, baxın, bu sanki nöqtələrlə ştrixlənmiş kimi bir ərazi var. Bunu görürsünüz. Bu da yenə legendada yerini alır. Bu nədir? Fasiləsiz yağıntı zonasını bildirir bizə. Bir də burada şəhərlərin yanında əgər biz bax belə göy bir gördüyünüz kimi dairə görürsə, bu yağıntılı havanı bildirir, yağışı bildirir. Bax, bu formada ulduza bənzər görürsə, bu qar dənəciyinə bənzəyir təbii ki. Bu bizə qarlı havanı bildirir, görmüş olduğunuz kimi. Bax, bu bizim 8-ci sinif dərsliyində sinoptik xəritə və onun təhlilidir.
Dedim ki, bunu da bilməmiş olmayaq, bilməm lazım olar. Sağ olun, imtahanda uğurlar arzulayıram.